Hər vaxtınız xeyir olsun, əziz Təhsil TV izləyiciləri. Təhsildəyik podkastı yenə sizinlədir. Bugünkü qonağımız isə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin direktoru Şaban Cərçiyevdir. Xoş gəlmisiniz Şaban bəy. Xoş gördük sizdən. Şaban bəy, mən istəyərdim elə ilk olaraq mərkəzinizi qısa olaraq bizə tanıdasınız ki, hansı ixtisaslar üzrə qəbul aparırsınız, hansı peşə sahiblərini yetişdirirsiniz? İlk öncə dəvət üçün çox sağ olun, təşəkkür edirəm sizlərə. Bizim mərkəzimiz Sənaye və İnnovasiya üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 2019-cu ildən etibarən yaradılmış yeni bir mərkəzdir. Mərkəzimiz əsasən Koreya modeli əsasında yaradılıbdır və 8 istiqamət üzrə, 32 ixtisas üzrə bizdə qəbul aparılır. İstiqamətlərimiz avtomatikadır, sənayede quraşdırma, avtomobil, İKT sahəsi, eyni zamanda mexanika istiqamətlərinin alt başlıqları olaraq 32 ixtisasa bölünür və hər tədris ilində də yeni ixtisaslar artıq yeni ixtisaslar cəlb olunur mərkəzimizə, yeni ixtisaslar üzrə qəbul aparılır və əsasən bizdə 1 illik, 3 illik və 4 illik qruplarımız var. Texniki peşə, yüksək texniki peşədə tədris aparılır. Sizdə qəbul prosesi necə aparılır? Kimlər sizin mərkəzinizdə təhsil ala bilər peşə təhsili? Qəbul bizdə portal.edu.az saytı üzərindən aparılır və əsasən də 9-cu sinifdən etibarən tələbələr və tam orta təhsil bazasından həmçinin məzun olan şagirdlər 11-ci sinifdən sonra bizə müraciət edə bilərlər və subbakalavr və subbakalavr təhsil səviyyəsimiz də var. Yüksək texniki peşə təhsilinə müraciət edə bilərlər. Həmçinin 1 illik bizim texniki peşə ixtisasına yiyələnə bilərlər və yaşından asılı olmayaraq dediyim kimi 9-cu sinif məzunları hər kəs bizə müraciət edə bilər yəni. Əlavə şərtləriniz varmı? Bal, digər məsələlər, buraxılış imtahanlarında? Qəbul prosesi zamanı əsasən də onların attestat balı və şəhadətnaməsinin balı, orta məktəbdən gəldiyi bal nəzərə alınır və təbii ki, onun arasında rəqabətə əsasən ortalaması yüksək olan tələbələr ödənişsiz təhsil ala bilərlər. Bizdə həmçinin ödənişli təhsil də var. Bununla yanaşı bizdə həm Koreya modeli var, həm Almaniyanın dual təhsil modeli var. Bu iki istiqamətdən üstüdə də təhsil ala bilərlər. Bununla yanaşı bu ildən etibarən bizdə yeni bir proqram var, hansı ki Kod Akademi ilə birgə şəkildə tədris olunan ixtisaslar var. Hansı ki həmən ixtisaslarda qəbul olunan tələbələr artıq birbaşa həmçinin Kod Akademidə təhsil almış olur. Həm bizim dövlət nümunə sertifikatını alır, həm də beynəlxalq dərəcəli sertifikatla təmin olmuş olur. Onların ödənişi də artıq təhsil tələbə kredit fondu tərəfindən dəstək mexanizmi var. Oradan tənzimlənir və tələbələr ödənişli təhsil alarkən dövlətin bu imtiyazlarından istifadə edə bilərlər. Aha. Vurğuladınız ki, sizdə ödənişli təhsil də var. Baxın, bu ödəniş bir aralıq qiyməti var mı? Mən istəyərdim o haqqda məlumat verəsiniz. Ödənişlər ixtisasdan asılı olaraq dəyişilir. Yəni ən yüksək həddi bizdə 1800 manatdır. Bu da kiber təhlükəsizlik ixtisası üzrə təhsil alan tələbələr üçündür. Lakin Kod Akademi ilə olan proqramımızın qiyməti isə 4500 manat civarındadır və bu dediyim kimi təhsilin tələbə kredit fondunun güzəştli şərtləri ilə tələbələr bu dəstəyi ala bilərlər ödənişlə bağlı. Bəs mərkəzinizdə dual təhsil üzrə hansı ixtisaslarda dual təhsil var və bu necə aparılır? Mən istəyərdim biraz onun izahını verəsiniz. Mərkəzimizdə avtomobil və İKT sahəsi olmaqla 4 istiqamət üzrə qəbul proqramımız var və keçən ilki qəbulda bizim 80 nəfər dual təhsil proqramına qəbul olundu və dual təhsil proqramına qəbul olunanlar artıq birbaşa iş yerində təcrübə keçmə imkanı yaradılır və hər il dual təhsilə müraciət edənlərin sayı nisbətən artır bizdə. Dual təhsil özü dual sözündən aydın olduğu kimi iki mərhələ, iki mühit deməkdir. Həm tədris mühitinə, həm nəzəri biliklərlə yanaşı praktiki bilikləri də tələbə qazana bilər.
Dual təhsil nədir və üstünlüyünü desək biz, dual təhsilə tələbə artıq birbaşa iş şəraitində işə götürənin tələblərinə uyğun olaraq praktiki olaraq öz peşəsini öyrənmə imkanı yaranır. Daha işə başlamadan öncə artıq işlə tanış olmuş olur. Burada işə götürənin qazancı isə risklərini azaltmış olur. Kadr ehtiyat bazasını artıq daha geniş tutmuş olur. Həmçinin özünə lazım olan kadrları birbaşa öz mühitinə uyğun, öz tələblərinə uyğun şəkildə hazırlamaq şansı əldə etmiş olur. Eyni zamanda tələbə üçün də öz peşəsini real iş mühitində sınamaq imkanı olur. Onun üçün də dual təhsil imkanı tələbələr üçün bir fürsətdir və universitet tələbələrindən fərqli olaraq dual təhsildə artıq tələbə həmçinin dediyimiz kimi iş şəraitindən yaxından tanış olaraqdan praktiki təcrübə qazanmış olur yəni. Aha, Şaban bəy, bu qədər dual təhsilin üstünlüklərini sadaladınız. Bəs dual təhsilin mərkəzinizdə genişləndirilməsi nəzərdə tutulurmu ki, digər ixtisaslarda da bu baş verə bilərmi? Bəli, dual təhsilin genişləndirilməsi bizim üçün məncə prioritet mövzudur. Ona görə ki, dual təhsilində tələbə qəbulunda digərlərindən fərqli olaraq həm də müsahibə mərhələsi keçirilir. Müsahibə mərhələsində işə götürən tərəf özü iştirak edir və seçim edərkən onların da fikirləri alınır. Eyni zamanda dual təhsilin proqramında işə götürənlərin istəkləri nəzərə alınaraqdan tədris forması onlarla razılaşdırılır, onlarla birgə şəkildə həyata keçirilir. Onun üçün də bizə işə götürənlər tərəfindən sorğu gəldikcə ehtiyaca uyğun olaraq sənayenin ehtiyaclarına biz dual təhsil imkanlarını artırmağı düşünürük. Dual təhsil əsasən də praktiki bacarıq tələb edən ixtisaslara daha çox faydalı olur. Hansı ki, avtomobil təmiri, çilingər, qaynaq kimi ixtisaslarda artıq tələbə praktikasını birbaşa real olaraq iş mühitində öyrənmiş olur. Təşəkkür edirəm Şaban bəy. Qaydaq biraz ötən tədris ilinə. Ötən tədris ilində ən çox qəbulu hansı ixtisaslar üzrə etdiniz və yeni tədris ilində olacaq, yeni ixtisaslar üzrə qəbullar aparılacaqmı, olacaqmı yeni ixtisaslar? Bəli, bizdə bayaq vurğuladığım kimi hər il yeni yanaşmalar, yeni ixtisaslarla bağlı bazar araşdırması aparılır və təbii ki, sürətlə inkişaf edən artıq sənaye dövründə yaşayırıq və sənayenin ehtiyacına uyğun olaraqdan hər il yeni ixtisaslar biz çalışıb mərkəzimizə gətirərək, bunlara misal olaraq ötən il tibbi avadanlıqların təmini üzrə elektromexanik, rəqəmsal istehsalatla bağlı, həmçinin qrafik dizayn ixtisasları mərkəzimizə yeni olaraq cəlb etdik. Bununla yanaşı hibrid avtomobillərin təmir ixtisasını biz açdıq. İlk dəfə artıq ora qəbul keçirdik, həyata keçirdik. Bununla yanaşı bu il isə ağıllı ev sistemləri ilə bağlı ixtisası biz yeni qəbul etmək istəyirik. Eyni zamanda robototexnika ixtisasını həmçinin mərkəzimizdə artıq qəbul planına salmağı düşünürük, planlaşdırırıq. Hansı ki, sənaye dediyim kimi bu gün inkişaf etdikcə artıq yeni ixtisasları da qaçınılmaz olur. Yəni tələbat çoxdur və bu istiqamətdə bazarın ehtiyacına uyğun şəkildə kadr hazırlamağı planlaşdırırıq. Şaban bəy, bir sualım qaldı ki, ən çox hansı peşə üzrə, ixtisas üzrə qəbul aparırsınız? Yəni statistikanız varmı ki, hansı peşəyə daha çox tələbat var? Və elə sualımın davamını da belə verim ki, hansı peşələrə daha çox tələbat var? Hansı peşələr də var ki, bazarda doğrudan da ona tələbat var, o işçilərə ehtiyac var. Amma o ixtisaslara, o peşələrə oxumaq üçün, öyrənmək üçün müraciət olunmur. Bugünkü gün bizdə daha çox sənaye yönümlü ixtisaslar olduğu üçün avtomobil təmiri ixtisası ən çox bizdə müraciət olunan ixtisasdır. Hibrid avtomobillərin təmiri və yaxud da ki, digər avtomobillərin təmiri ilə bağlı artıq son 3 il ərzində ən çox müraciətçi həmən ixtisaslardadır. Bununla yanaşı yeni ixtisaslardan kiber təhlükəsizlik ixtisası var. Bu il
bizdə rekord müraciət sayı oldu ora. Yəni müraciət edən həddən çox idi və bununla yanaşı bazarda bir gün ehtiyac olan, lakin insanlar tərəfindən tanınmayan bəzi ixtisaslar var, hansı ki çox bilinməyən. Rəqəmlə idarə olunan dəzgahların operatoru, proqramla idarə olunan dəzgahların operatoru ixtisasıdır. Bununla yanaşı qaynaq ixtisasıdır. Bəlkə də insanlar adı ilə tam tanış olmadığı üçün, mənasını bilmədiyi üçün bu ixtisasa çox yaxın durulmur. Lakin əmək bazarında ən çox tələb olunan sahələrdən biri məhz mənim sadaladığım ixtisaslardır. Hətta bu ildən etibarən bizim hədəfimiz var ki, qaynaq ixtisasında oxuyan tələbələrə beynəlxalq dərəcəli sertifikat verək. Hansı ki onlar artıq birbaşa xarici şirkətlərdə qaynaq ixtisası üzrə çalışa bilsinlər yüksək maaşa. Ötən il bunu biz tətbiq etdik logistika operatoru ixtisasında, hansı ki logistika operatoru ixtisasında məzun olan tələbələrimiz həmçinin beynəlxalq dərəcəli sertifikat aldılar ki, onlar beynəlxalq şirkətlərdə çalışa bilsinlər. Təşəkkür edirəm. Valideynlərin, həmçinin şagirdlərin ixtisaslara, peşələrə yanaşmasından danışdınız. Bəs son illər necə düşünürsünüz? Həm valideynlərin olsun, həm cəmiyyətin olsun, peşə təhsilinə qarşı fikirləri hansı yöndə dəyişib? Bunu necə müşahidə edirsiniz? Peşə təhsili ilə bağlı mənim valideynlərə tövsiyəm bu vardı ki, ümumiyyətlə Azərbaycanda ilk növbədə peşə təhsili ilə bağlı bir keçid dönəmi yaşadı. Bu keçid dönəmində bir stereotip var idi ki, peşə təhsilini ikinci dərəcəli və yaxud da ki, zəif insanların seçimidir. Halbuki peşə zəiflərin deyil də seçilənlərin seçimidir, mən deyərdim. Peşə xüsusi bir maraq dairəsi olan bir sahədir. Hansı ki, bu gün sənayenin sürətlə inkişaf etdiyi bir dövrdə əmək bazarının tələbi artıq bəzən işə götürərkən nə bilirsən, diplomun nədir, ixtisasın nədir deyin də nə bacarırsan deyə soruşur, bacarığın nədir? Məncə əmək bazarının tələbi bu gün bacarıqlı insanlarla işləməkdir. Hansı ki, sənayeni onlar inkişaf etdirəcəklər və bununla yanaşı peşə təhsilinin digər təhsildən üstünlükləri budur ki, peşə təhsili qısa zaman ərzində az sərfiyyatla, az məbləğ xərcləyərəkdən qısa zamanda hansısa bir işə sahib olmaq deməkdir. Əgər bir universitet tələbəsi 4 il təhsil alırsa, daha sonra təcrübə toplamağa ehtiyacı olursa, peşə təhsilində biz bu müddəti 1 ilə 2 ilə endirə bilirik və birbaşa əmək bazarının tələbinə uyğun kadr hazırlamaq mümkündür. Bununla yanaşı mən misal verə bilərəm bizim tələbələrimizdən 9-cu sinifi bitirib gələn yüksək texniki peşəni oxuyan tələbələrimiz, misal üçün mexanika ixtisası. Mexanikada təhsil alan tələbələrimiz vardı bizim yüksək texniki peşədə. 4 il bizdə təhsil aldıqdan sonra universitetə birbaşa keçid aldı və bizdəki yaxşı nəticələrinə görə universitetin artıq səhv texniki universitetdə mexanika ixtisasına qəbul olundu. Bu tələbə 4 il boyunca bizdə rəqəmlə idarə olunan, proqramla idarə olunan dəzgahların prinsiplərini, həm praktiki artıq təcrübə toparladı. Bununla yanaşı müxtəlif beynəlxalq yarışlarda iştirak elədi. Bizimlə birgə WorldSkills layihəsi çərçivəsində Belarusiyanın Minsk şəhərində oldu. Yəni bu tələbənin praktiki bacarığı, nəzəri öyrəndikləri ilə universitetə başlamağı və qrup yoldaşları arasındakı fərq məncə çox olacaq. Çünki bizim tələbəmiz birbaşa praktiki biliklərə sahib olduqdan sonra universitetdə o ixtisası davam elətdirdi və düşünürəm ki, bu valideynlər üçün çox önəmli bir referansdır ki, artıq peşənin yüksək texniki peşəsindən gedən tələbə ilə 11-ci sinifi bitirib abituriyent kimi hazırlaşıb gələn tələbə arasında çox fərq var, yəni. Və dolayısıyla bizim tələbələrimiz daha təcrübəli olurlar. Şaban bəy, çox yaxşı bir hissəyə toxundunuz ki, oxuyur peşə təhsili mərkəzində, peşə təhsili alır və daha sonra keçir universitetə. Ümumiyyətlə, məncə çox insanlar, valideynlər, hətta bəlkə şagirdlərin özü də bundan xəbərsizdir ki, onlar peşə təhsili alandan sonra artıq ali təhsil, universitet təhsili də ala bilərlər. Bu proses necə işləyir? Məsələn, siz real bir nümunə gətirdiniz. O proses necə baş verdi? Zəhmət olmasa onu bizə izah edə bilərsiniz. Maraqlı sualdır. Bizdə yüksək texniki peşə ixtisasına artıq qəbul olan tələbələrimiz bizdə oxuduqları müddətcə onların qiymətləndirilməsinə əsasən, yəni bizdəki tədris nəticələrinə əsasən universitetdə onları birbaşa
artıq universitetlərə müsabiqə yolu ilə qəbul edə bilirlər. Şaban bəy, çox üzr istəyirəm. Yəni 11-ci sinifdən gələn yüksək texniki peşəyə 11-ci gələn. sinifdən yüksək texniki peşəyə gələnlər 3 il təhsil alırlar bizdə. 9-cu sinifdən gələnlər isə 4 il. Və hər ikisi də müraciət edə bilər universitet müsabiqəsinə. Hər ikisi də müraciət edə bilərlər və bununla bağlı kifayət qədər yaxşı nəticələrimiz də var. Dediyim kimi bu tələbədən asılı. Tələbə var, artıq burada yerləndiyi peşə sahibindən, peşə ilə artıq birbaşa işləməyə başlayır. Ali təhsili düşünmür. Tələbə də var ki, həm peşəsini yaxşı öyrənir, eyni zamanda ali təhsilini davam elətdirir. Buna bizim misallarımız var. Tələbəmiz var ki, ali təhsil oxuyarkən daha çox qiyabi oxuyurlar. Çünki onlar artıq həm də işləyirlər və bizim özümüzdə belə çalışan öz məzunlarımız var artıq. Bizdən məzun olublar. Hazırda universitetdə təhsilini davam etdirirlər. Eyni zamanda müəllimlərin işə qəbul imtahanına daxil olaraq da bizdə bəzi fənləri tədris edirlər və çox da keyfiyyətli nəticələri var. Bunun tərsini də mən misal verə bilərəm sizə. Peşədən ali təhsilə keçidlə yanaşı, ali təhsil olduğu halda peşə təhsil almağa gələn bizim tələbələrimiz var. Misal üçün, tələbəmiz var, Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirib. Lakin bizdə hal-hazırda təkrar yüksək texniki peşə təhsilini alır. Hansı ki, qrafik dizayner, interyer dizayner ixtisası üzrə. Tələbəmiz var, İqtisad Universitetinin biznesini bitirib, biznes idarə olunması fakültəsini. Lakin bizdə bir illik Kod Akademi ilə olan layihə çərçivəsində təkrar artıq IT sahəsində təhsil alır. Bunun kimi misallarımız çoxdur bizim. Yəni, bir xanım tələbəmiz var, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdi. Lakin bizdə mebel ixtisası üzrə bir illik təhsil alır. Yəni, sırf praktiki bacarıqlarını inkişaf etdirmək üçün peşəyə olan marağı onları bizim mərkəzə cəlb edib. Bu çox yaxşı xəbərdir ki, məncə elə bayaqki sualın əslində cavabı bu idi ki, peşəyə olan münasibət bu dərəcədə dəyişib. Şaban bəy, bəs sizin məzunlarınızın məşğulluq faizi necədir? Onların iş tapmasında mərkəzin fəaliyyəti necədir? Əməkdaşlıqlarınız necədir? Mən istəyərdim biraz o mövzulardan danışaq. Bəli, bizim məzunlarımızın məşğulluq göstəriciləri hal-hazırda 74%-ə yaxındır. Hansı ki, bitirdikdən sonra əsgərlik gedənlərə çıxmaq şərti ilə qanunlarımızın faizi 74%-dir və məzunlarımızın məşğulluq faizinin yaxşı olmasının səbəbi daha onlar oxuyarkən iş mühitində olmaqlarıdır və bizdə buraxılış imtahanları araq qiymətləndirmə və yekun qiymətləndirmə imtahanı keçirilir və buraxılış imtahanlarında bizdə işə götürən tərəf də iştirak edir. Hansı ki, attestasiya komissiyasının rəhbəri uyğun profilə uyğun olaraq işə götürən özü olur və biz buna da şahid olduq ki, daha imtahan ərəfəsində işə götürən tərəfindən birbaşa artıq CV-si qəbul olunan tələbələrimiz, iş təklifi alan tələbələrimiz oldu və oxuya-oxuya yarımştat işləyən tələbələrimiz də var. Artıq işə götürən tərəfindən bəyənildiyi üçün dərsdən sonra əlavə vaxtlarında artıq birbaşa ixtisas üzrə işləyirlər və göstəricilərimiz yaxşıdır. Şaban bəy, bir də belə bir sualım var. Mən bu yaxınlarda bir özəl peşə təhsil müəssisəsində olmuşdum və orada belə bir hekayə ilə qarşılaşmışdım. Deməli, şagird qəbul olub bir ixtisasa avtomobil üzrə. Amma gəlib orada avtomobil ixtisasını görüb ki, onluq deyil, özünü orada tapa bilməyib və həmin mərkəzin direktoru başlayıb bu uşaq üçün uyğun ixtisası tapmağa və o müxtəlif dərslərdə oturub, iştirak edib, həm praktiki, həm nəzəri və məlum olub ki, bu arada şagird oğlan idi. Məlum olub ki, o əslində dərzi olaraq çox yaxşı bir dərzidir və indi o başlayıb iki ixtisas üzrə həm avtomobilə gedirsə, hər gün orta gəlir dərziliyi öyrənir. Amma özünü avtomobildə tapa bilmir. Yəni peşənin və burada məlum oldu ki, əslində peşəyə qəbul olan şagird bir ixtisasa qəbul olubsa və orada özünü tapa bilmirsə, ixtisasını dəyişə bilmir. Bunun üçün yenidən qəbula getməlidir. Baxın, sizin mərkəzinizdə belə hekayələr varmı? Bizdə belə hallar baş verir. Bəzən təəssüf olsun ki, valideynin təsiri ilə ixtisas seçən tələbələr olur və yaxud da ki, istədiyi yerə
düşməyib, kodlaşdırma zamanı seçim olaraq onun seçdiyi birinci deyildi, 5-ci ixtisasa düşdüyü zaman dediyiniz formada nüanslarla qarşılaşırıq. Elə bir case olub ki, bizdə valideyni tələbəni yönləndirib qrafik dizayner ixtisasına, lakin tələbənin daha çox aşpazlığa marağı olduğu üçün təhsilini dayandıraraqdan təkrar müraciət edib və başqa bir mərkəzdə aşpazlıq ixtisası üzrə oxuyub. Və yaxud da ki, tələbəmiz olub, müraciət edərkən heç fərqində deyildi və düşünmürdü ki, ixtisasını bu qədər sevər. Bizə qəbul olduqdan sonra, artıq peşəsi ilə yaxından tanış olduqdan sonra o peşəyə qarşı daha da sevgisi artıb və hal-hazırda o sahə üzrə artıq özünün təklifləri var, biznes planları var. Bu şəkildə nümunələrimiz də çoxdur yəni. Ümumiyyətlə sizcə nə dərəcədə doğrudur? Ali məktəbdə, universitetdə bir ixtisas səni qane eləmirsə, ixtisası dəyişə bilirsən, amma peşədə bu yoxdur. Mənə görə, yəni bilmirəm, ola bilər mən yanlış düşünürəm. Mənə görə bu çox böyük bir boşluqdur. Adam avtomobil üzrə olmasın, dərzi olsun. Yəni nə fərqi var ki, niyə bu dəyişmə yoxdur? Əgər bu doğrudan da sübut eləyə bilirsə ki, mən daha yaxşı dərzi ola bilərəm, nəinki avtomobil təmirçisi, niyə olmasın? Bu birincisi tələbənin seçim prosesi başdan yəqin ki, səhv seçimi sayəsində fərqli ixtisasa düşür. Amma bunu tənzimləyən mexanizm hal-hazırda təəssüf ki, yoxdur. Yəqin ki, bu irəliyə doğru artıq lazım olan şəkildə aidiyyəti quruma bundan maraqlanıb bunun həll yolu tapacağını düşünürəm. Amma hal-hazırda dediyiniz kimi universitetin özündə belə qrup daxilində ixtisas dəyişmə mümkündür, yaxın ixtisaslara bildiyim qədər. Peşədə isə yer dəyişmə mümkündür, başqa bir peşə məktəbində keçə bilər. Ancaq özünün ixtisasına uyğun ixtisas olarsa, o şəkildə yer dəyişmə mümkündür yəni. Və gələcəkdə məncə bu sual da öz həllini tapar yəni. Ümid edirəm. Şaban bəy, bu dəqiqə bazarda ən çox, bu məncə hətta peşə təhsili almaq istəyən gənclər üçün də bir xəbərdarlıq olar. Bu dəqiqə bazarda ən çox hansı peşə sahiblərinə, hansı peşələrə ehtiyac duyulur? Və belə bir də sual verim ki, ən çox qazandıran peşələr hansılardır? Ən çox qazandıran peşələr. Peşələrlə bağlı bazarda ən çox ehtiyac olan əslində yenə vurğulayım ki, sənayenin inkişafını nəzərə alsaq, hansı ki, insanların bəlkə daha az adını duyduğu peşələr var. Torna, frez dəzgahları operatoru, rəqəmlə idarə olunan dəzgahlar, proqramla idarə olunan dəzgahlar, qaynaq ixtisası özü, avtomobil təmir ixtisası özü. Bunlar kifayət qədər bu gün əmək bazarında yüksək məvacib verilən sahələrdir və bununla yanaşı IT sahəsində yaxşı interyer dizayner, yaxşı qazancı var. Kiber təhlükəsizlik ixtisası həmçinin bazarda bir gün tələbat çoxdur və insanlar aslında belə deyim var ki, süni intellekt artıq bəzi peşələri ixtisara salacaq. Mən düşünürəm ki, heç vaxt süni intellekt bir bərbərlik vəzifəsini yerinə yetirə bilməz, maşın ustası ola bilməz və yaxud da ki, bir torna frez dəzgahında hansısa mexaniki işi fiziki olaraq görə bilməz. Yəni, peşə hər zaman lazım olacaq. Yəni, süni intellekt inkişaf eləsə belə bir gün, lakin bəzi peşələr var ki, bunlar daimi insan faktoru olduğu üçün, insanın edə biləcəyi işlər olduğu üçün buna hər zaman tələbat var yəni. Ən çox qazandıran bəs? Ən çox qazandıran yaxşı avtomobil ustası, eyni zamanda yaxşı qaynaqçı, yaxşı mexanik. Bir mexaniklərimiz var ki, bizim əmək bazarında 3000-4000 manat arası maaş alırlar, yəni ödəniş alırlar. Mən düşünürəm ki, Azərbaycanın əmək bazarında bu kifayət qədər yaxşı bir qiymətdir. Şaban bəy, bayaqdan danışdıq, adları az eşidilən və yaxud da valideynlərin, şagirdlərin mənasını bilmədiyi peşələr var. Siz də vurğuladınız ki, həmin peşələrə doğrudan da çox ehtiyac var bazarda. Bəs bununla bağlı siz hansı işləri görürsünüz? Məsələn, məktəblərdə bu peşələrin tanıdılması olsun, peşə yönümlü hansı işləri görürsünüz? Peşələrin təbliğatı üçün peşə yönümlü işlərimiz var, hansı ki, bizim Peşə Təhsil Dövlət Agentliyinin fəaliyyət planına uyğun olaraq, həmçinin bizim mərkəzin fəaliyyət planına uyğun olaraq müəyyən dövrlər ərzində peşə yönümlü işlərin təbliğatı aparılır. Peşə yönümlü işinin təbliğatı özü bir geniş ifadədir. Biz insanlara
bu mesajları vermək üçün, peşənin əhəmiyyətini, faydasını və anlatmaq üçün ilk növbədə ümumi təhsil məktəblərinə bizim görüşlərimiz təşkil olunur. Hansı ki, regionlardan, Bakı ərazisindən, Azərbaycan bütün bölgələrindən artıq bizim bir komandamız var, müəllim heyətimiz var, səfərlər təşkil olunur, ezamlar. Hansı ki, ümumi təhsil məktəblərinə gedib birbaşa məktəbli şagirdlərlə görüşərəkdən onlara peşə ixtisasları ilə bağlı geniş məlumat verilir. Bununla yanaşı açıq qapı günlərimiz olur bizim. Valideynlər, şagirdlər artıq həmən günləri yaxınlaşıb daha ətraflı məlumat ala bilirlər, kənardan dərslərimizi izləyə bilirlər. Açıq qapı günündən əlavə hansısa bir valideyn sorğu əsasında bizim sosial şəbəkələrdə paylaşımlarımızı görüb yaxınlaşmaq istəyənlərə hər zaman bizim qapılarımız açıqdır. Bununla yanaşı biz fərqli bir yanaşma ortaya qoyduq ötən ildən. Ümumi təhsil məktəblərində oxuyan məktəbliləri peşə seçimini daha yaxından, peşələri daha yaxından tanıtmaq üçün, seçimin düzgün eləməsi üçün onları bəzən də zavodlara, fabriklərə aparıb birbaşa iş mühitində hansı peşə sahibi, hansı şəraitdə o işi gördüyünü göstərməyə çalışdıq ki, bayaq vurguladığınız kimi tələbə misal üçün əgər rəngsaz ixtisasını seçəcəksə, bu öncədən bilməlidir ki, mənim əynim artıq hər an rəng ola bilər, əlim bulaşa bilər. Eyni zamanda sənayedə çalışan mütəxəssislərin dilindən peşələri onlara anlatmağa çalışırıq və valideynlərlə görüşlərimiz olur. Peşə yönümlü işləri görərkən hansı ki, valideynləri maarifləndirməyə çalışırıq. Çünki bir çox tələbənin seçimində valideynin rolu çox olduğu üçün biz ilk növbədə mən düşünürəm valideynlər də bunları izah eləməliyik. Peşələr festivalı keçiririk ölkədə. Artıq 4-cüsünü keçən il keçirdik. Müxtəlif rayonlara da gedirsiniz. Bəli, rayonlardan Bakı şəhər ərazisində olan bütün peşə məktəblərinin əl işləri olsun, peşə ixtisaslarla bağlı bir peşənin sirri festivalını keçirdik. Bu yaxınlarda da növbəti festivalımız oldu. Artıq o festivalda Bakı şəhər ərazisində olan bütün ümumi təhsil məktəbləri dəvət olunur. Şaban bəy, bəs beynəlxalq əməkdaşlıqlarınız necədir? Bu əməkdaşlıqlar sizin mərkəzinizə, tələbələrinizi öyrədən o mütəxəssislərə nə qazandırıb? Beynəlxalq əlaqələrlə bağlı sualınıza gəldikdə isə, bəli, biz eyni zamanda çalışırıq ki, beynəlxalq təcrübəni özümüzdə əks etdirək, beynəlxalq təcrübədən istifadə edək. Bunun üçün Sənaye və İnnovasiya üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi olaraq bizim əməkdaşlıq etdiyimiz xarici məktəblər var. Bunlardan misal olaraq Türkiyədə artıq 2 qardaş məktəbimiz var. Hansı ki, qardaşlaşma protokolu çərçivəsində bizim müəllimlərimiz həmin məktəblərə, xarici ölkələrə ezam olunur. Oradakı təcrübəni öyrənirlər və gətirib artıq Azərbaycanda tətbiq edirlər. Bununla yanaşı həmin məktəbin müəllim heyəti bizim mərkəzdə qonaq olaraq gəlirlər. Bu yaxınlarda bir bootcamp oldu. Bootcamp çərçivəsində ilk dəfə bizdə bootcamp keçirildi. Avtomobil sahəsi üzrə Türkiyənin Bursa şəhərində yerləşən böyük bir məktəbin təcrübəli mühəndis heyəti Azərbaycan üzrə 20 nəfər fərqli məktəbdə çalışan müəllimlərimizə bir həftəlik təcrübə bölüşümü oldu. Yəni bu bizim üçün bir ilk idi. Eyni zamanda tələbələrimiz xarici yarışlarda iştirak edirlər, beynəlxalq yarışlarda. Buna misal olaraq biz verə bilərik. Robotların qaydası döyüş yarışı oldu. Hansı ki, ölkədə ikincisi keçirildi və ötən il biz 1-ci və 3-cü yerin sahibi olduq. Hansı ki, rəqiblərimiz universitetlər idi. Artıq o da robotların döyüşü deyil də məncə mühəndislərin biliyinin döyüşü idi. Bizim üçün böyük bir qürur hissi oldu ki, peşə məktəbi, universitetlərin qatıldığı yarışda artıq birincilik qazanmaq peşə üçün böyük nəticədir. Bununla yanaşı bizdə WorldSkills çərçivəsində artıq Sənaye və İnnovasiya Bakı Dövlət Peşə Təhsil Mərkəzində 4 ixtisas üzrə WorldSkills yarışlarına hazırlıq prosesi gedir və WorldSkills çərçivəsində bizim tələbələrimiz Belarusiyada, Minsk şəhərində, eyni zamanda Fransanın Lyon şəhərində, Qazaxıstanın Aktau şəhərində yarışlara qatılıblar. Hətta ən son Qazaxıstanda keçən yarışda qaynaq ixtisası üzrə tələbəmiz 3-cü yerə layiq göründü
Bununla yanaşı rəhbər heyət və müəllim heyətimiz müxtəlif ölkələrdə səfərlərdə olublar. Mən buna misal olaraq verə bilərəm. Almaniyada, Türkiyədə, eyni zamanda Fransada, Belarusiyada, Gürcüstanda və Hindistanda belə tələbələrimiz yarış çərçivəsində səfər etmişdilər. Keçən il ərzində bizim 7 ölkəyə səfərimiz olub. Həm tələbələrimiz, həm müəllimlərimiz və bizim üçün yaxşı nəticədir və bu il üçün bu sayı biz artırmağı düşünürük. Artıq başqa ölkə təcrübəsində öyrənərək məktəbimizə tətbiq edək. Peşə Təhsili Mərkəzinin direktoru olaraq nə düşünürsünüz? Bu günləri peşə təhsilində hansı boşluqlar var? Nələr düzəldilməlidir? Nəyə ehtiyac var? Biz bütün müsbətləri məncə danışdıq. Mən bu həm də bir istəyirəm ki, çağırış olsun ki, bəlkə düzələr. Peşə təhsilində inkişafı ilə bağlı məncə peşə təhsil müəssisəsi birbaşa praktiki bacarıq öyrətdiyi üçün müəllimlərimizin sənaye ilə əlaqələri gücləndirilməlidir. Bir müəllim eyni zamanda bir istehsalat meneceri baxışı ilə baxmalıdır. Bir şöbə müdürü, misal üçün istehsalat müdürü kimi olması lazımdır və sənaye təcrübəsi olan insanları daha çox peşəyə cəlb etməyimiz lazımdır. Hansı ki, artıq son 2 il ərzində müəllimlər işə qəbulunda Nazirliyin kollegial qərarı var. Orada da bu şərtlər arasında bunlar qoyulub ki, sənaye təcrübəsi olan müəllimlərimiz artıq imtahana qəbul oluna bilərlər, imtahana girə bilərlər və imtahan nəticəsi yaxşı olan müəllimlərin artıq müsahibələr olur. Müsahibə əsasında praktik və nəzər bilikləri yoxlanılır. Biz çalışırıq ki, maksimum şəkildə sənaye təcrübəsi olan müəllimlərimizi cəlb edək. Bugünkü bizim peşə ilə bağlı çağırışımız olar ki, sənayenin inkişaf etdiyi bir zamanda yaşayırıq və sənayeni quranlar, sənayeni inkişaf etdirənlərin tələbi odur ki, bilikli mütəxəssislə yanaşı bacarığı olan mütəxəssislər axtarılır. İnsanların diplomuna, ixtisasını deyin də birbaşa nə bacarırsan deyə soruşur əmək bazarı və peşə də artıq bu suallara, bu standartlara cavab verən bir təhsil modelidir. Yəni valideynlərimizə çağırışımız bu vardı ki, daha qısa zamanda daha az xərc tələb edən bir təhsil modelidir peşə və övladlarınızı rahatlıqla peşə təhsilinə göndərə bilərsiniz. Yəni. Təşəkkür edirəm Şaban bəy, çox sağ olun. Belə əziz izləyicilər, bizdən bugünlük bu qədər. Növbəti verilişlərdə görüşənədək.